qoparsam, deməli, otolil buradan qoparsam, mtolil buradan qoparsam, paratolil olacaq. Siz fikir verin uşaqlar, bunların hər birində qopan hidrogen hardan qopub? Benzol nüvəsindən qopub. Bax, görürsünüz ki, qopan hidrogen hardan qopub? Benzol nüvəsindən qopub. Benzol nüvəsindən qopduğuna görə biz bu radikallara deyirik aromatik radikal və yaxud bunlara deyirlər aril radikal. Bunlar nə adlanır? Aril. Aril radikal. Bunlara deyirlər. Çünki aromatik karbohidrogenlər arenlər demək. Onların digər adı aromatik karbohidrogenlərin digər adı arenlər. Bunlara deyirlər aril radikal. Bunlar aril radikal. Çünki bunlarda hidrogen hardan qopdu? Sırf benzol nüvəsindən. Bunların hər birində hidrogen hardan qopdu? Benzol nüvəsindən. Bir də var uşaqlar, baxın, bunu başqa rənglə göstərim. Mən burada yenə də tolol yazıram. Yenə tolol yazıram. Amma bu dəfə qoy yazım. Bu dəfə qopardıram hidrogeni. Amma benzolun nüvəsinin özündən yox. Baxın, bu radikalda şaxədən qopardıram. Buradan. Bu radikalın adı benzil radikalı. Baxın, yazılsın. Bu radikalın adı benzil radikalı. Diqqətli olun. Bu radikalın adı nədir? Benzil radikalı. Və artıq özünüzdə bunu qeyd eləməlisiniz ki, bilməlisiniz ki, benzil radikalı aril deyil. Baxın, bu radikal aril radikalı, aysu. Bu aril radikalı deyil. Bunu yadda saxlamalı. Bu radikal aril radikalı deyil. Bunu bilməlisiniz. Niyə? Çünki orada hidrogen hardan qopdu? Deməli, CH3-dən qopdu. Benzol nüvəsinin birbaşa özündən qopdu. Özündən qopmadısa, o aril radikalı sayıl. Baxın uşaqlar. Görün bu radikalları başa düşə bildik yoxsa? Bir dənə baxın. Görün bu radikalları anladıq yoxsa? Bunlar belə. Bunları başa düşdüksə, deməli uşaqlar, indi başqa bir məlumatları sizə verək. Məsələn, benzolda tutaq ki, bizə sual gələ bilər. Deyər ki, burada hər bir karbon neçəlidir? Baxın, mən buraya bir dənə də tsiklo yazdım. Oxşayırlar bir-birini. Burada hər bir təpə nöqtəsi, yadda saxlayın, hər bir təpə nöqtəsi CH-dir. Amma sikloda hər bir təpə nöqtəsi nə idi uşaqlar? Yadınızdadır. Sikloda hər bir təpə nöqtəsi CH2 idi. Sikloda hər bir təpə nöqtəsi CH2 idi. Burada hər bir təpə nöqtəsi CH2 idi sikloda. Amma aromatikdə isə hər bir təpə nöqtəsi CH. Bu görəsən niyə belədir? Çünki bunlarda dedik axı pi sistemi var. Bu elə bil ki, hər birinin belə deyək də 3 dənə pi rabitəsinə müvafiqdir. Ona görə burada karbonun valenti 4 olsun deyə H, bir dənə H. Amma burada pi yoxdur deyə siklodur. Ona görə 4-ə tamamlamaq üçün CH2. Uşaqlar, istər benzolda, baxın bura. İstər benzolda, istərsə də sikloda. Sikloheksandır da, sikloheksan. Hər bir karbon neçəlidir? Hər bir karbon ikilidir. Hər bir karbon burada ikilidir uşaqlar. İndi siz mənə deyin görək, biz sikloda uşaqlar neçə dənə hidrogeni əvəz edə bilirdik? Məsələn, hər təpə nöqtədə neçə hidrogeni çıxarda bilərik? Əgər burada bir dənə hidrogen çıxardırdımsa, bir dənə hidrogeni vururamsa, belə yazıramsa, bu karbon neçəli olurdu burada? Kim deyər mənə? Onda bu karbon burada neçəli olurdu uşaqlar? Siklo. Üçlü olurdu, yoxsa yox? Bir hidrogen qopartmışamsa bu karbon üçlü olurdu. Yox, bu hidrogeni də qoparsam, belə çıxardanda artıq bu karbon neçəli olur? Bu karbon dördlü olur. Amma uşaqlar, benzolda biz ancaq bir dənə hidrogen qoparda bilərik. Çünki burada bir hidrogen var. Bir dənəsini qoparda bilərəm. Ona görə burada ancaq neçəli karbon yarada bilərəm. Mənə kömək edin. Orada ancaq neçəli karbon yarada bilərəm? Üçlü karbon. Fikrimi çatdıra bilirəm, nə demək istəyirəm? Sikloda dördlü yaratmaq mümkündür, amma benzolda dördlü yaratmaq mümkün deyil. Ancaq üçlü yaradır. Fikrim çatır, nə demək istəyirəm? Yəni, baxın. Görün, anlayırsınız mənə nə demək istəyirəm. Aydın olur uşaq. İndi məsələn, mən bir dənə burada benzol yazım. Siklo, daha doğrusu aromatik. Bir dənə aromatik yazım, baxaq.
Baxın. Bəli, pi sisteminə görədir bu. Bir dənə baxın uşaqlar. Deməli, burada belə bir maddə yazmışam. Yəni, kumoldur da izopropil benzin. Bir dənə də tutaşlaq belə də burada bir dənə də CH3 olsun. Uşaqlar, mən desəm sizə burada neçə dənə birli karbon var, nə deyəcəksiniz? Burada neçə birli karbon? Burada neçə birli karbon var? Bir dənə, 2 dənə, 3 dənə. Uşaqlar, burada neçə ikili karbon var? Nə deyəcəksiniz? İkili karbon. İkili karbonlar hansıdır burada? Budur. 1, 2, 3, 4. Nədir? 4. Səs gəlir uşaqlar, yoxsa yox? Elə bir səsim yaxşı gəlir. Kimisə səsi zəif gəldi, ona görə dedim. Burada olmayan uşaq var. Yəqin Tamerlan yoxdur. Bir dənə də Aysu çıxıb. Bir Tamerlan çıxıb, bir də Aysu. Amma hamı burada olsun. Zəhra, başa düşürsən bunları? Hər iki Zeynəb. Hə, diqqətlə qulaq asın. Uşaqlar, indi burada fikir verin. Deməli, nə deyəcəm? Burada deməli, buradakı CH3-lər birli karbon. Amma bu təpə nöqtəsində qırmızı ilə göstərdiklərim ikili karbon. Desəm ki, sizə uşaqlar, bəs burada artıq dördlü yoxdur. Desəm, burada neçə üçlü karbon var? Üçlü karbon. Baxın, bunu götürərsiniz. Bunu yox. Onu götürərsiniz. Bir də uşaqlar nəyi götürərsiniz? Baxın, bu təpə nöqtəsinə baxın. Bu karbon üçlüdür. Bu təpə nöqtəsinə baxın, karbon üçlüdür. 3 dənə də üçlü var. Bir də uşaqlar, başqa bir fikir deyirəm. Çünki bunlar qəbulda işlənir, ona görə sən 4-cü qrupda. Nə işlənir? Bir aromatik karbohidrogendir. Üçlü karbonunda filan qədər hidrogen var. Uşaqlar, əgər aromatik karbonun, üçlü karbonunda hidrogen varsa, buradakılarda hidrogen yoxdur, nəzərinizdə olsun. Çünki burada bir hidrogen var idi. Mən onu çıxdım, onu üçlü elədim. Burada hidrogen qalmaz. Üçlüdə hidrogen varsa, deməli, burada əlavə olaraq mütləq bir dənə CH. Bax, nə deyirəm? Əgər üçlüdə hidrogen varsa, deməli, bu üçlü karbon, benzol nüvəsindəki üçlü karbon deyil. Orada hidrogen qalmaz. Orada bir hidrogen var onsuz da. Sən onu üçlü elədinsə, bu hidrogeni çıxırsan. Orada hidrogen qalmır. Əgər üçlüdə hidrogen varsa, deməli, burada əlavə olaraq CH var. Başa düşdünüz nə demək istəyir? O məsələdə diqqətli olun. Topluda indi test var, işləyəndə görəcəksiniz. Bu məsələlərdə uşaqlar diqqətli olun. Bunlar düşür bu hissədə. Çox diqqətli olun. Gələk bunlardan izomerlik məsələsinə. Bunlarda elə bir sizə mən fiziki xassəni də deyəcəm, kimyəvi xassəsini saxlayacağım. Çünki genişdir biraz. Kimyəvi, amma link atacağım yəqin ki sizə, bilmirəm, baxarım. Kimyəvi, çünki burada əlavə olaraq stirol da var. Stirolu da gələk keçək. Onları da bir yerdə keçəcəm. Sizə testləri də verəndə seçib göndərəcəm. İndi uşaqlar, qulaq asın. Deməli, bunların izomer, homoloqlar, bunlarda məsələn, eyni sinifə aid olan maddələr siz bilirsiniz nədir? Homoloqdur. Bunlarda da həmin şeylər var. Eyni sinifə aid olan maddələr homoloqdur. Məsələn, benzol, toluol, ksilol, kumol və s. və ilaxır. Bunlar bir-biri ilə nədir? Deməli, homoloq. Homoloqlar burada da nə qədər fərqlənir bir-birindən uşaqlar? Deməli, CH2 qədər fərqlənir. Yəni, 14 qram fərqlənir. Yaxşı, uşaqlar, gələk izomerə. Uşaqlar, bunlarda da sinif arası izomer söhbəti yox. Bunlarda da sinif arası izomer yox. Necə ki, biz deyirdik, alkanlarda, karbohidrogenlərdə, alkanlarda sinif arası izomeri yox idi. Çünki CnH2n plus 2 formulunu ancaq alkan verir. Başqa bir sinif vermir. Bir də aromatik karbohidrogenlərin formulunu başqa bir sinif karbohidrogen yoxdur. Ona görə deyirik, bunlarda sinif arası izomeri yox. Amma alkində var idi siklo ilə, bilirsiniz. Kadiyində də var idi alkin. Bunlarda sinif arası izomer yoxdur. Yaxşı, bəs bunlarda sinif daxili var. Orada da uşaq var. Benzolun, toluolun izomeri yox. Benzolun, çünki burada bunu belə yaza bilərsən, başqa cür yaza bilməzsən. Toluolda da bir dənə karbon qalır çöldə. Orada izomerlik yoxdur. Orada izomerlik yoxdur. Bir dənə CH3 var. Bunu başqa necə yaza bilərsən? Burada izomerlik yoxdur. Amma uşaq var, məsələn, ksilolda yazmaq olar. Ksilolda necə yaza bilərsən? Ksilolda, məsələn, izomerlik yarada bilərsən. Tutaq ki, bu CH3-ləri bir belə qoyarsan. Bayaq dedim sizə. Orto, bayaq sizə vəziyyətlər dedim. Orto vəziyyət,
Meta vəziyyət. Belə göstərsəm meta vəziyyətdir. Orto, meta. Belə yazsam meta vəziyyət. Bu şəkildə də yazsam para vəziyyət. Özü də bu necə izomer sayılır sizcə? Radikalların yerinə görə. Məsələn, buna hardasa vəziyyət izomerinə bənzətmək olar. Orto, meta, para. Radikallar yer dəyişir. Başa düşürsünüz? Eyni radikallardır, amma yer dəyişir. Bəli. Vəziyyət izomeri demək olar buna. Vəziyyət izomeri buna demək olar. Baxın bir dənə uşaq. Buna vəziyyət izomeri demək olar. Bundan sonra uşaqlar, burada izomerlik ola bilər radikalın quruluşuna görə. Deməli, hətta orada etil benzol kimi də yazmaq olardı onu, bəli. Məsələn, baxın belə, tutaq ki, ksiloldan söhbət edir. Baxın, bir belə yazmaq olar. Mənim yazdığım forma vəziyyət izomerliyi idi. Onlar yazdıqlarım vəziyyət. Bir də belə yazmaq olar uşaqlar. Məsələn, mən bura etil radikalı qoyaram. Baxın, bura etil radikalı qoyaram. Bu şəkildə. Bir dəfə də bunu belə yazaram. Artıq burada mən vəziyyət demərəm. Artıq burada deyərəm buna radikalın ölçüsünə görə. Baxın, ikisi də bir-biri ilə izomerdir. Fikir verin bura. İkisində də 8 karbon var. İkisi də izomerdir. Amma burada vəziyyət deyə bilmərəm. Vəziyyəti orto, meta, para orada deyirdim. Burada vəziyyət deyə bilmirəm. Burada amma deyə bilirəm radikalın ölçüsünə görə. Yəni radikalın ölçüsünə görə. Bir dənə radikalı götürürəm etil, digərlərini metil kimi götürürəm. Bir də uşaq var. Baxın, məsələn, indi 3 karbonlu yazıram. Baxın bura. İndi bura fikir verərsiniz. Baxın, bir var. Belə yazıram bunu. Bir var, bu şəkildə yazıram. Bir də var, uşaq var. Belə yazıram. Bir də var, baxın, belə yazıram. Bir də var, belə yazıram. İndi siz mənə deyin görək, bunların ikisində də neçə karbon var uşaqlar? 9 karbon. Radikalın quruluşuna görədir bu izomerdir. Radikalın biri hansı radikaldır uşaqlar? Radikalın biri izopropildir, biri propildir. Biri izopropildir, biri propildir. Bu da izomerdir. Amma buradakı izomerlik radikalın quruluşuna görədir. Ölçüsünə görə deyil. Çünki hər ikisində 3 karbon. Radikalın quruluşuna görə izomerdir. Fikrimi çatdıra bilirəm, yoxsa? Biri izopropil benzoldur, birinci yazdıq. Bunun tarixi adı da dedik nədir? Kumoldur. Digəri isə elə izopropil benzoldur. Həm tarixi, həm səmərəli, həm beynəlxalq. Fikrimi çatdıra bilirəm uşağı. Bu da izomerlikdən bu məlumatları sizə verdim. Çətinlik var burada, yoxsa yox? Bir dənə baxın. Bir dənə baxın uşağı. Hamı bildiyi bunları. İndi alınmasına keçərəm. Amma alınmasını hələ bu dəqiqə demirəm. İndi burada bir dənə də məlumat sizə deyəcəm. Çünki burada çox şeyə toxunmaq lazım. Növbəti 40 dəqiqədə də link atacam sizə. Hamı qoşulsun. Orada da alınmadan danışaram. Bir də fiziki xassələr. Kimyəvini və istirolu bir yerdə keçəcək. Bunları da bir dəfə danışaram. Uşaqlar, bunları başa düşdünüz yəqin. İzomerlər belə. İzomerlər üçün də bilirsiniz də, xüsusi bir düstur yoxdur. İzomerlər üçün xüsusi bir düstur da yoxdur ki, onu ancaq yerə çəkib baxın. Orada xüsusi bir düstur yoxdur. Amma qoşulmayan uşaqlar var, onlar gərək qaydalara baxsın. Yəqin ki, uşaqlar, bu da aydın oldu. İndi sizə nəyi deyəcəm? Burada halogenli törəmələrdən söhbət gedə bilir bəzən. Deyir ki, məsələn, belə bir sual verirəm. Uşaqlar, siz də mənə kömək edin. Deyirəm ki, tapın görək, benzolun neçə dənə monohalogenli törəməsi var? Kim mənə deyər, benzolun neçə monohalogenli törəməsi var? Bu benzoldur. Mono, yəni bir dənə halogen. Məsələn, xlor. Benzolun neçə monohalogenli, monoxlorlu törəməsi var? Kim deyər mənə? Benzolun neçə monoxlorlu törəməsi var? Bir dənə. Bir dənədir uşaqlar. Çünki mən o xloru burada qoysam, eyni şeydir. Buradan silib, məsələn, buraya yazmasam, burada qoysam, eyni şeydir. Buraya yazmasam, yəni hər birində xlor belə. Buraya yazmasam, burada qoysam, eyni şey. Çatdıra bildim. Yaxşı uşaqlar, indi sizə deyirəm, deyin görək, benzolun bəs neçə dihalogenli törəməsi var?
Benzolun neçə dihalogenli törəməsi var? Benzolun neçə dihalogenli törəməsi var? Kim deyər? 3 dənə. Afərin, 3 dənə. Niyə 3 dənə? Çünki bunun bir dəfə bunu bura qoymaq olar. Bir dəfə bura. Yəni bir dəfə 1-2 yaratmaq olar. Bir dəfə necə yaratmaq olar? Bura qoyaram, 1-3 yaradaram, orta para vəziyyət. Bir dəfə 1-2 yaradaram, bir dəfə 1-3 yaradaram, bir dəfə də nə yaradaram? 1-4 yaradaram. Baxın uşaq. Neçə dənə dihalogenli törəməsi oldu? 3 dənə. Uşaqlar çaşıb deyər, müəllim, bir dəfə də 1-4 yaradın. Deyirəm, necə? Deyir, müəllim, bir dəfə də bura qoy. Uşaqlar, bura qoysam bu 1-4 olar sizdə. Bura qoysam bu 1-4 olmaz ki. Bura qoysam bunu saysaq təzədən yenə də bu gəlib 1-3 olacaqdan. Bildiniz nə demək istəyirəm? Bu tərəfdən başlayaraq nömrələməyə yenə 1, 2, 3 yenə gəlib 1-3 olur. Ona görə deyirik ki, monohalogenli törəməsi bir dənədir, dihalogenli törəməsi 3 dənədir. Bir dənə monohalogenli törəməsi var, 3 dənə də dihalogenli törəməsi. Yaxşı da var, indi gəlin baxaq görək toluolun neçə dənə monohalogenli, neçə dihalogenli törəməsi var. Birinci monohalogenə bax. Toluolun neçə dənə monohalogenli törəməsi var. Elə monohalogenlini deyin, görüm kim deyər, toluol belə idi də, altı bucaqlı, üstündə də bir dənə C hərfi. Görüm kim deyər, toluolun neçə